Qusulda burnu, ağzı yumaq vacibdir? Xeyr, vacibdir. Qusul alıram, edirəm, verirəm. Hansı düzgündür? Hər üçü düzgündür. 4 qusulu bir yerdə almaq istəyirəm. Necə etməliyəm? Məsələn, ziyarət, tövbə, cənabət, cümə qusulu alıram. Qurbətən iləllah. Quslun niyyəti necədir? Məsələn, Rəcəb ayının quslunu verirəm, qurbətən iləllah, cümə quslu verirəm, qurbətən iləllah. Bu qədər sadə və kifayətdir. Sadəcə çinmək qusul sayılır, xeyr sayılmır. Uşaq dünyaya gələndə hansı qusul verilməlidir? Heç bir qusula ehtiyac yoxdur. Amma dəstəmazda ancaq yuxarıdan aşağı çəkilməlidir. Qusulda isə aşağıdan yuxarıda da çəkə bilərsiniz. Əgər namaz qəzaya gedir və vaxt yoxdur ki, qusl alasan və yaxud da su yoxdur və yaxud da su bədəni və ziyandır, qusl ala bilmirsən, cənabət quslu, nə etməlisən, nə etmək lazımdır? Onun əvəzinə müvəqqəti olaraq təyəmmüm edirsiniz ki, YouTube kanalımızda mövcuddur. Qusulla bağlı digər suallarınıza da cavab tapmaq istəyirsinizsə, səhifəmizdə bu iki postla mütləq baxın.